şəxsiyyətdir. Bəli, şəxs dəyişir. Sizdən qabaq 13 nəfər var. 26 yanında biz də elan edirik. Gəlin əyləşin də xanım, əyləşin. 8 dəqiqə ərzində provam aldım. Asan Xidmət Mərkəzi ölkədə ilk dəfə səyyar xidmət həyata keçirir. Aksiyanın təşkilatçıları dövlət xidmətlərini Abşeron rayonu sakinlərinin qapısına gətirdilər. Ümumilikdə səyyar asan xidmətə sağlamlıq araçlarının verilməsi üçün nəzərdə tutulan təcili tibbi yardım maşını, vətəndaşların qəbulu üçün ayrılmış xüsusi yer, xidməti avtobus və ona qoşulan fotostudiya daxildir. Abşeron rayonunda səyyar xidmət 3 gün ərzində həyata keçiriləcək. Vətəndaşlar Xırdalan şəhərinin mərkəzində qurulan səyyar mərkəzə müraciət edib xidmətdən yararlana bilərlər. Ümumiyyətlə, asan xidmətinə razısınızmı? Bəli, çox razıyam. Nə ilə bağlı müraciət elədiniz? Pasportumuzu dəyişirdik. Bu təxminən neçə dəqiqəniz aldı? Mənə elə gəlir ki, 2 dəqiqə heç almadı. Yəni, gözlədiyinizdən də rahat oldu? Bəli, çox rahat oldu. Yaxşıdır da, vaxta qənaət edirik, uzaq getmirik, rahatdır. Xidməti avtobusda sürücülər uzağı 5-10 dəqiqə ərzində sürücülük vəsiqələrini dəyişdirə bilərlər. Həmçinin şəxsiyyət vəsiqələri və ümumi vətəndaş pasportlarının verilməsi, dəyişdirilməsi, pensiya təyinatı, notarial fəaliyyət, torpaq katastri araçlarının verilməsi, valyuta mübadiləsi və bank hesablarının da açılması mümkündür. Səyyar asan xidmətə 9 dövlət qurumu tərəfindən 25 hüquqi və 22 yardımcı xidmət təqdim olunub. Asan Xidmət Mərkəzi səyyar xidmət aksiyasını ölkənin bütün bölgələrində həyata keçirməyi planlaşdırır. İlqar Qulusoy, Əfqan Bayramov, Lider TV.